Heç ağlıma gəlməzdi ki, məşhur olan Corad qutabını ev şəraitində hazırlamaq bu qədər uğurlu alınır. Xəmir isə çox sadə hazırlanır. Un, su, duz və bir qədər bitki yağı ilə xəmir yoğurub kənarda dincəldirik. Xəmir dincəldikdən sonra onu 30 qramlıq kündələrə bölürəm. Bu ölçü ilə 1 kiloqram undan təxminən 43 ədəd qutab alınır. İçlik üçün mal əti və quzu quyruğunu ət çəkən maşından keçirib üzərinə soğan əlavə edirəm. Duz, istiot, şəkər tozu əlavə edib yaxşıca qarışdırıram. Kündələri nazik yayıb hər birinin içinə 20 qramlıq içlik yerləşdirirəm. Sonra qutab formasında büküb kənarlarını çəngəllə mühürləyirəm. Hazırladığım qutabları soba listinə düzüb və bişirməzdən əvvəl üzərinə mütləq su çiləyirəm. Daha sonra 200 dərəcədə bişirirəm. Qutabları süfrəyə qatıqla təqdim edirəm. Qatığın bir hissəsinə quru nanə, digər hissəsinə isə sumaq əlavə edirəm. Bəs sizə görə ən dadlı qutab evdə hazırlanan olur, yoxsa restoranda təqdim edilən?